deyir ki, heç vaxt qoçu unuda bilmə. Elə qəşəng unudurlar bacı. O söhbət yalan söhbətdir. Ay, unudan dədəsini də unudururlar. Hər kəsi unuda bilər. Hər kəsi unuda bilər. Amma bir dənə söz deyim oxuş. Bir dənə söz deyim. İnsan bir baxışda aşiq olduğu insanı unuda bilmir. Allah hamd olsun 10 il bundan qabaq mən bir qızı sevirdim. Keçən dəfə qarşılaşmışıq. Deyir mənəm. Deyirəm sən kimsən? Deyir 10 il bundan qabaq. Dedim sən öyle yadımda qalmamısan. Demək ki sən onu yox, biri var ki biri ilə tanışlıq dönəmin olur, tanışırsan, birinci simpatiyan olur, sonra o hörmətə çevrilir, sonra hörmətin sevgiyə, sevgin doğmalığa, o tamam başqa bir şeydir. Biri də var ki, bir də riski baxırsan və aşiq olursan və o insan həyatına daxil olur. Məncə o sevgi unudulmur. Səninki o filmə döndü. Qızın atası oğlanı salır maşına, deyir qızından ayrılmağına sənə $1 milyon verirəm. Deyir mənim gözüm üstə. Deyir dollar mana at, deyir başa düşmədim. Dirəməyəsən ki, bəs sevgi müqəddəs. Deyir nə sevgi müqəddəsdir? Pulumu ver görüm. Valla sevgi bilirsiniz nədir? Mən bir şey ayırd eləmişəm. Allah haqqı baxmama can olan deyirəm sizə. Allah'ın olsa bir müddətdən sonra bütün qadınlara həvəsin ölür və o həyatında olan qadına qarşı o qədər böyük simpatiyan olur ki, artıq sənin gözündə bütün qadınlar adiləşir. İnanın mənim səmimiyyətimə. Ya mən bunu təzə kəşf eləmişəm, amma mən də sizin kimi deyirdim. Amma elə bir sevəndən sonra insana cadı edirlər. Ya Qurana heç bir qızdan cəzb eləyəmirsən Allah haqqı. Ya sevirsən, ya gəzənmirsən. Ya da axotun olmur gəzənmirsən, ya səbrin çatmır. Yəni vallahi deyirəm sizə, sevgi çox gözəldir. İnanın mənə. Çox gözəldir. Qoçlar sevgisiz yaşaya bilmir. Bilmirlər ay bacı ona görə. Sevgisiz yaşamır. Yaşaya bilirlər aşkım. Müsələn sevgisi heyvanlaradır, pişiklərədir. Qoçlar heyvan sevən olurlar ki. Sən ürəyini sıxma. Sənə bir dənə zakaz eləmişəm, bir dənə gorilla gətirəcəm. Sevərsən onu. Gorilla apar özünü sev. Müsələn özə qəşəng bir xəsiyyəti var. Qəşəng əhdafi var. Orxan bəy, həmişə əqrəb qadınların tərif edirsən. Bir xanım var, qoç bürcüdür, heyvan sevmir. İndi qaqa, o özü bilər. Müsələ heyvan sevmək üzrə dünya tarixində olmuş bir liderdir. Mən çox sevirəm heyvanları. Üzü vurur. Heyvanları çox sevirəm. Təsəvvür eləyin də bir samolyotda yol gedir yalnız. Samolyot düşür yerə. Biz də bir adadayıq. Hamımız da indi o yan bu yan. Yanımızda nə bilim pişik var, ceyran var, qurbağa var. Acından da öyle yemək yemək. And olsun Allah heyvana dəyməyəcək. Allah'ımız and olsun. Bəli, mərhəmətlidir birisi. Çox, nə danışırsan, bu, birisi belə olduğuna baxım. Real həyatda başqa adamdır, Allah'ın olsun. Real həyatda tam yemək yer, Allah'ın olsun oturanda bir qismat yemək də yemir o. O yalandan elə görüntüsü var, ay bəh-bəh, ay bacı, ay hucu. O bir qismat yemək yiyən adam da ölür. Allah'ın olsun. Çoxumuz deyir, niyə kökəlmir? Yiyir ki kökəlsin. Yalanlar o yemeğe 11 saniyede 13 daha 1 dakikada Allah'ım da 1 dakikadan sonra 13 daha ölür. Kur'an hakkı 1 dakikada olmuş. Erdoğan'la biz yemeğe kırışırız. Tık. Görək kim tez götürəcək. Süpət edir götürür. Onlar en çok yerimiz pomidor yumurtadır bizim. Ama milleti çökertti. Kim? Müsale? Müsale ha. Müsale şeydi de Müqəddəs Krişnadır. Özündən başqa bir yeri var. Müqəddəs Krişnadır. Krişna məbədindədir. Oxuş bəsdir, oxuş. Krişna'nın da köməkçisi var, Dohi. O da Güneldir. Hoşina huaf. Ay Allah. Boşla sən. Ben öldürmez o. Müqəddəs Krişnadır Müsale. Hoşina. Martın 29'u. Ay Orxan bəy, ay bəli. Hüsü gülüşündən bir neçə aprel qoşudur. Yox, səhv tapdım. Müsale'nin əsr gülüşü bu deyil ha. Müsale indi burada böyle. Müsale'nin əsr gülüşü bizə nədir? Müsale'nin əsr gülüşü. Müsale'nin Kur'an haqqı deyirəm sizə. Müsale ay qızı. Müsale'nin əsr gülüşü budur. Bax Kur'an andasın. Ay Allah.
Diyeceğim, bak sana ritual vereyim. Bak 3 defa elini burnumun üstüne tut. Yox, rituallara inanmıram, nə Yo deyirəm. yo yo yo, bu astroloji ritualdır həqiqətən. Elini Yo yo, babacan eləmirəm, istəmirəm. Onu demirəm. İstəmirəm. Az o Ha. uğur başlayır. Bak deyilən huin. Ay get. Necə siz yaxşı olasınız? Neçədir? 5 manat. Cipsinin neçədir? 5 manat. Hə, 5 manat. 3 manata cipsi var. Neçədir? 5 manat. Özü Doritos, acılısı. Ay yox, bu mağaza cipsisi yemir. Ancaq Yox. az da cipsisi. Ha, hələ biz ondan alıb yeməmişik. Bir də- Hələ 5 manat. Görsən, hə, mamaya gəldirim bir də. Allah haqqı oradan alır, çörəyi də oradan alır. Yaxşı. Allah'ın Allah'ın olsun. Müsaade bir nerede cips alarsın? Müsaadəni mən şəxsən aktyor olsam, Ronaldo olsun, vampir kinosa çəkərəm. Gözəl vampir var. Orxan, bəsdir. Yox, yaxşı mənim. Təsəvvürlə ki, Hə, belə yaxşı mənim olur, vampir oxşar. Müsaade astrologiyanın başına keçir dünya üzərində və əkizlərdən bir aslan çıxır ortaya müdafiə eləyir. Müsaade, sən bunu eləyə bilməzsən. Dış. Hə, Vüsül mən çox istəyirəm. Vüsül. Bir sözüm qoşdunda, demə. Ya Vüsül mən 7 sevini insandır ki, mən onu doğrudan çox istəyirəm ha. O mənim üçün başqa adamdır. Kim nə deyir? Mənim üçün başqa adamdır. Mən çox istəyirəm qardaş. Çox sağ ol həyatım qarşı. Vüsülün qaşlarına bax dəmir yol vağzalına oxşayır. Biri sağa baxır, biri sola. Amma qəşəngdir. Vüsül şirindir. Vüsülə bax, burnuna bax. Uydu, diş burnu şəkər buradır. Dodaqları paplavadır. Kulaqları məsinkadır. Güneli çox istəmirsən, Güneli də çox istəyirəm. Niyə? Günel bizim o Hint filmindəki şeydir, Zitamızdır. Bu da Gitadır. Fake səhvdir. Atdım Günel bunu. demişsən, o görüm Günel anı deyə misafirə qoşulsun. Deyəm görüm. Deyəm. Bütün qanı yığım. Nə yatdın? Yatacaq, oxuş. Güneli yığıram. Oxuş, haradasan? Hə. Ondan sonra yani bu da yazarsan Yatı var Güneli, yaqnaşmır. İşdədir günü. Hadi durum hazırlaşın, mən də işə gedim. Hadi. 2-dədir, mən də bugün 2-də gedəcəm. Ya. Hə. Sən ürəksə zarafat edirəm. Həm qoç burcusan. Amma mən səni əvvəl tanımırdım. Bir dəfə səni gəlsin molda gördüm o vaxtı, qış vaxtı. Əvvəl tanışdığımız yoxdu da. Sən də kimləsə bir xanım vardı yazının yanında gəzirdin. Harsa yemək gedirdin də. Böyle baxıram ki, ağzın hələ yol gedə ağzın nəsə yeyə gedirsən də. Mən də mama ilə molda yemək yedim. Dedim, mama, buna bax qoyun başı yeyən qız. Dedi, qoyun başı yeyən qız. Nə, sən də xaş yeyəndə mən də sənə qoyun başı yeyən qız deyirdim. Allah'ım da olsun. Çabala qoyun başı yeyən qız deyirlər, xaş yeyən qız da. Amma düşün, sənə bir dənə söz deyim. Sənə arıq olmaq yaraşmır ha. Mən sənə söz deyirəm. Biraz çökər. Yo, istəmirəm kökəlmə. Zorla arıqladı baytac məni. Yox, mən sənə bir dənə sənin bir söz deyim. Biraz çökər. Sən arıqlayanda sənin sümüyün ovaldı, batır. Biraz çökər. Həqiqətən onu deyəm. Bu çənə sümüyümü oxuş, özüm elətdirmişəm. Bunu o vaxtı Zodan eləyib mənim buxaq liposaksiyamı, doktor Elçin Zodan. Ona dedim ki, mənə çənə sümüyü qoy ki, kosmetoloqda bir də çənə sümüyü elətdirməyim. O elə o vaxtından sağ olsun, çənə sümüyü qoydu mənə. Və mən biraz da arıqladım deyənə, oje oturdu. Yəni bu çənə sümüyünü özüm istəmişəm, yəni doktor Elçin Zodan eləyib də, bilirsən mən buxağımı, buxaq liposaksiyamı. Hə. Liposuction şaksiyan eləyiblər. Görsən çənə sümüyünü. Təşəkkür. Yəni özüm istəmişəm də. Bir də ki mən kilolu olanda oxuş mən boynum, boğazım görsənmirdi. Çox şeydim də. Yəni bax indi görsən indi qəşəng görsənir, amma o vaxtı görsənmirdi. Belə idim. Qısıq boyun kimi. Amma mən səni kök vaxtı görmüşəm, həqiqətən sənə yaraşır.
Hə, ne bileyim, o biraz değil, sifətim toppuş olur da onda, ona Mən səni görə. bizən kimə bənzədirəm? Dodan. Mən səni Hə. bizən kimə bənzədirəm? Azərbaycan filmində Qazan xan arvadı Burla xatun var ha. Həqiqətən o gözəl qadın olub axı, Burla xatun. Ona çox oxşuyursan. Baxacam, eybəcər olsa sən Yo, çıxacam. Qurana ona oxşuyursan. Özdə o beyrək olsunda var, incə belliyim, yer basma, yeri ki, səndə incə bellikdən əlamət yoxdur, prosto mahnı belə gedir. İncə belliyim, yer basma yer yerinə. Təsəvvür elə də, sən Qazan xan, sən Burla xatunsan, mən Qazan xana qınc almışam əlimə, deyirəm, gəlirəm müsalə, gəlmə. Sən Allah bir də yuxuşun Allah bir də Burla xatun yaz görüm necədir o. Sən Allah bir də. Buradan çıxmamış bu sonra çıxsın. Bir də Burla xatun yaz yuxuş. Bir də Burla xatunun bir Yox, də. Qurana qəşəng qadın olub, Allah'ın olsun. Qazan xan kilosundakı da Burla xatun yazdı, tarixdəki Burla xatunu Hə, yazdı. elə yaz. Qazan xanın kinosundakı Burla xatun. Bir Aktrisa də bəlkə yəni. dəyişim səni Banu Çiçəyə oxşadım. Sözümü dəyişimdən olar. Kimə? Banu Çiçək. Banu Çiçək kimdir? Banu Çiçək Beyrəyin arvadı. Hə, bunun çənəsinə zadını oxşatmısan, oxuş. Qəşəng qadın da, Qurana çox qəşəng qadın deyil o. Şövqə Məmmədovadır da, aktrisa, Azərbaycanın ən gözəl aktrisalarından biri deyil o. Çox gözəl qadın deyil. Bizdən nədir o? Qurana Ne dedin o xoş bəyəklərim? Banu Çiçək? Banu Çiçək yaz, o da Leyla Şıxlinskidir də, yox. Kimdir? O çox gözəl aktrisadır. Mən ölürəm o aktrisadan ötürü. Bəlkə deyərdim ki, Azərbaycanda o qadından gözəl qadın yoxdur. Hə, gözəldir Banu Çiçək. Allah'ım, çox gözəldir də. Gözəldir. Hə, sevdim səni oxuş. Vatan Banu Çiçəksən təsəvvürlə. Bir dənə də ağ eşyəkli igid qılıncı çəkib gəlir. Dındırıdın, dındırıdındırıdın. Eşyəli qız sənə gəlsin. Eşyəkli, az oğlan eşyəkləndi. Qızın eşyəkdə nə işi var? Təsəvvürlə, bir salə eşlisən, Nurala girmişdə, sən Banu Çiçəksən, mən Beyrəyəm, yaxınlaşıram, sənin toy vaxtında bir salə. Bu iPhone-la... Mən sənə baxmaram, Qulaq as, az mənə baxmaq yox, Mən sənə qulaq as. baxmaram. Sən Allah qulaq as, bir rola girirəm. Orada üzüyün sirrini deyir axı qıza, qulaq as. Şimdi mən dəyişirəm ssenarını. Müsailə, o iPhone-un iCloud-unu mən bilirəm. O iPhone-u sən almadın mı mən? O iCloud-a birdən 8-ə qədər bir yerdə yığmadıq mı? O iCloud-la bir... Allah haqqı mən sənə baxmaram. Allah haqqı mən də sana baxmaram. Mən balaca dayım oğlu var, qulaq as. Ha. 8 yaşı var da, qulaq as. Sana baxır o gün. Bilmirəm axı mən də səndən dostum 7-8 yaşı var. Deyirəm kimə baxsan? Bu qıja bax, göy nə qəşəngdir. Qulaq as, deyirəm mən meymun oxşur, nə qəşəngdir. Ay qaqa, indi bilmirəm səndən nə deyirəm, ondan mənim şəkili var. Ay Allah haqqı göstərim bizim yemək kollektiv. Mənə baxır. Mən yəni verdim. Deyirəm, bax, sən telefonun var ki, nömrəvi də ona verim sənin. Ona denən ki, mən 11-i qutarım, mən onu alaram. Dedim, sən onu alana qədər 10-50 yaşı var, ha? Deyinirsən, yox, mən onu alaram. Ha. Buna bax. Beyrək olur. Beyrək olsun hündürboy, enli kürək, qolları iri, qarnı biraz Başa yekə. düşmədim, beyrək bodybuilder zaddır. Beyrək dağlarda böyüsün, belə şey olsun da dağ adamı olsun. İnan Allah, ha. O beyrəyin həyatında sən olsan var, ha. O beyrəyi, Allah, o qoynuların içində çumorit eləyəsən, Allah'ım da olsun. Beyrəyin olan qalan hörməti düşəcək qazanın yanında, Quran haqqı. Ay mama, ay mama. Allah, o beyrən nisib yoxunu eləyəsən. Ya. Bu nədir? Hesab bulunmaz. Çox kişilər balıq ətli xoşlayır. Düz deyir Orxan. Hə, düz deyir. Mən məsəl üçün bəy olaraq həmişə deyirəm ki, qadın deyirəm biraz toppuş olar. Allah'ım, bu nə Toppuş təpkələ... oldu, özün də toppuş oldu. WhatsApp-a baxa bilirsən? Ha, baxa biləm, yaz. Gözlə. Amma panik eləmə, ha. Yaxşı. Ya. Tamam sənə. Ay xoş, şey deyim, yoxlatdırmısan, nədir? Ondan nədir? Ya. Gördünüz istədi.
Onu Hmm. Ona axı şeydən bir əkməmisən bilmirlər axı. Yox. Bu başqa prosesdir, deyərəm sənə. Həyatdır da. Ata olacaq Orxan bəy, mən nə evləndim hə? Qaqa başına dönüm, mən dondur orqanı bağışlamağında işləmirəm. Subay deyə oxuş, evlənməyib ki hələ. Amma evlənəcəm. İndi Vüsayla adı da mənim ən sevdiyim addır. İndi qızım olsa adını Vüsayla qoysam, gecə oxuş getdi, mənim adımı qoydu. Vüstanə qoyaram qızın adını, Vüstanə. Adel qoyarsan. Adel mənim ən sevdiyim ad deyirsən, öl. Mənim də ən Bir sevdiyim də, adı Adel. bir də Jasmin adını çox xoşlayıram. Jasmin yox, Adel. Adel. Bir də Jesse qəsəydi. Adel, gəl. Papanın balası, get, bax, Vüsü xaladır. Get Vüsü xalaya denən ki, mən sənə 1000 manat versin. Vüsü xala, mən 1000 manat verin. Dur bas bayrağı papan qarşı. Adil yox, ya Adel, ay bacı. Adil nədir? Yox, hə, Həsən. Jesse bir də xoşlayıram, Jesse. Qəşəng addır. Məftunə qoyacam, Məftunə. Alsu. Məftunə nədir? Sevda qoyun. Az yox, Sevda nədir? Yox. Alsu. Alsu Sevda qəşəng addır, mamamın adıdır, Söydə. Az yox da indinin adı deyil də. Ay şey, belə müasir. Amma mən ən sevdiyim adlardan da biri bizdən hazırdır. Oğlan adı Turac xoşlayıram. Turac qəşəng addır. Zeyn. Zeyn. Zeyn də qəşəng. Milana nə qəşəng addır? Hə, Milana. Milana da qəşəngdir. Sofi çox qəşəng addır Sofi. Ceyla. Ceyla belə də yəni. Ceyla da pis deyil. Könül xanım necəsiz? Suzana. Az yox Suzana nə? Ay oxuş. Sən evlənməmisən biz üzə sənin uşağıma ad seçirik. Allah'ım. Mənim nəvəm Zeyndir. Allah saxlasın. Hə, Zeyn adı sevirəm. Zeyn oğlan. Evlənəndə. Bax, sizə gözəl bir evlilik təklifi deyim. Allah haqqını eləyim. Mən deyəm. Yox, bax, evlənəndə istədiyim Elsa nədir? Bax, mən sizə gözəl bir sinema təklifi, evlənmə təklifi deyim, Müsalə. Bax, qəşəng bir ideyam var mənim. Bir dənə sinemanı danışırsam mı olun? Qızın bütün yaxınlarını yığırsan ora, bütün. O sinemada bir dənə qoyursan evlilik filmi, qız oğlan qıza necə evlilik təklif edir axıra yaxında. O eləyən vaxtı çıxardırsan üzvü sinemanın içində, sən də qıza evlilik təklif edirsən. Başqa bir ideyadır sənin. Kino gedə-gedə. Hayda. Oxuş, o vaxt Okay. bizim 10 illiyimiz idi uşaqların atası ilə. Mənə dedi ki, sənə sürpriz edirəm. Apardı mənə Aygün City'yə. Aha. Dedi ki, buranı sənin üçün bağlatdırmışam, heç kim olmayacaq. Mənə dedi. Mən də girmişəm içəri, doğrudan da heç kim yoxdur. Təxminə və Zaur kinosunu dedi, şey eləmişəm. Demişəm, danışmışam ki, Təxminə və Zaur olacaq kino. O vaxtda şey çıxmış deyə, Pirkolini, Təxmin və Zaur. Sən demə səhv başa düşüb. Yalandan da mənə deyir ki, Təxminə və Zauru özüm zakaz vermişəm. Sən demə, kinoteatrda Təxmin və Zaurdur. Başa düşdün? Neysə, oturmuşuq indi biz. Hə, biraz keçdi, bir 20 dəqiqə keçdi. Baxırıq, Təxminə və Zaur deyil də, Təxmin və Zaurdur. Andala Allah. Neysə, mən də baxıram, Pirkolini bir kinodur. Neysə, baxdıq elədik. Biri gördü, bir qızla oğlan pləkanlara qalxır yuxarı. Gəldi, bu da dedi ki, başa düşmədim, bu kimdir gəlib? Qoy düşüm aşağı, mən buranı sənin üçün bağlatdırmışam. Düşdü aşağı getdi, gəldi, dedi ki, icazə verirsən bunlar otursun. Və şeydir, bilməyib gəliblər. Mən də bilirəm, hə, otursun, nə olacaq ki, qoy otursun. Sonra bilmişəm ki, bu Aygün City də adam olmur. Sən demə bu burazanı bağlandırıb eləməyim. Nə saf olmusan, hə? Qur'anın adına and olsun, mənim başıma belə bir oyun gəlib o vaxtda. Sonra bilmişəm ki, sonra Talib Taleyin bir də mahnısı çıxmışdı, dizində yata bilməsəm, əlini tuta bilməsəm, o həmin 10 illiyimizdə baş verib də. Mahnını qoşub, fləşqa ilə qoşub kompütera, mənə deyir ki, sənin üçün mahnı yazdırmışam, ona görə səni heç nə ala bilməmişəm, bütün pulumu vermişəm Talib Taleyə, sənin üçün mahnı yazdırmışam. Qoşub mahnını, uşaqlar da oturub. Nə düz olur o? Allahın adından da olsun, uşaqlar da oturub belə şeydə, kravatların üstündə uşaqların otağındayıq. Uşaqlar belə əl çalır, biz də tans eləyirik belə, tutub məndən tans eləyir də belə, oynayır mən. Nə birc olub, hə? Nə birc olub o, Salə?
balıq. Ailə güclü variant gəlib. Əslində əkizlər bürcüdür, dokumentdə balıqlar bürcüdür. Hə, mənim bürcümsə gələr, hələ ondan da betərin gələr. Hə, əslində ikizlər bürcüdür, amma dokumentdə, yəni dokumentdə, məndə də elədir, dokumentdə buğa bürcüyəm mən. Gərək birinci yalanda silərsiz. Hər yalanda ailəndə atmaq olmur axı. Nə olub ki? Qoxud, nə olub? Nə olub? Nə olub ki? Yox, deyəm. Fürsətdən istifadə edir. Uşaqlar, səhifəyə dostluq atın. Səhifəyə dostluq atın. Mən də çıxışam, qəşəng canlı olacaq. Səhifəyə hamı dostluq atsın, zəhmət olmasa. Akşam oyunlarımız başlayır. Oyunlarımıza düzgün cevap verənlər bürçüvar barədə hədiyyələrimiz olacaq. Hər kəs səhifəyə dostluq atsın, zəhmət olmasa. Yine danışmağa başladı. Yeni Barxıt'ın sesinizi işe salmışsınız Orxan müəllim. Biri var idi, biri yox idi. Qədim zamanlarda bir qoç bürcü var idi. Bu müqəddəs diyarda yaşayırdı. Ay, Kızlar, öpürük sizi. Özünüze yaxşı baxın. Mən işe getməliyim. Özünüze yaxşı baxın. Sağ olun. Allah amanında. Baxın boşlarıq üçlük. Allah oldu rəyim. Evet, sağ ol. Öpürəm. Hələlik.